Hə, bax bu qumatı çəkib göstərməkdə məqsədim odur ki, biləsiniz ki, qumat deyəndə biləsiniz söhbət nədən gedir. Bax, qumat bu deməkdir. Daha elə hər gördüyünüz qara şey qumat deyil. Bax, bu dəqiqə bu sifarişimizdir, gedir. Görürsünüzmü? Qumat deyəndə bu nəzərdə tutulur. 40% tərkibində qumat olan yeganə qumatdır. Bax, görürsünüzmü? 2 ton sifarişimiz var. İndi hal-hazırda onu hazırlamaqla məşğulum. Bu təmiz fermentasiya qumatıdır. Bu bildiyiniz kalium hidroksit, natrium hidroksitlə leonardit deyil. Bu fermentasiya qumatıdır. Bu qumatın əmələ gəlməsi üçün minimum 1 il vaxt lazımdır. Hə, bax gördüyünüz, yəni hər gördüyünüz qarıya qumat deməyim də. Qumat deyəndə bu nəzərdə tutulur. Bax görürsünüzmü? Bax görürsünüz. Hələ bu tam hazır deyil. Bax dünən hazırladığımız qumatın onun arasındakı fərqə baxın. Bax görürsünüz, bu dünən hazırladım. Hələ bu qaldıqca daha da qatılaşır və suda da tam sərbəst həll olur. Suda həll olmağında hər hansı bir problem yoxdur. Bu qumatı qoyub hər hansı bir duru qumatı almaq nə dərəcədə məntiqli ola bilər və yaxud da hər hansı bir duru qumat bununla nə dərəcədə müqayisə oluna bilər?